Hamımızın ortaq problemi nədir? Vaxtı idarə edə bilməmək və ya oxuduqlarınızı tez unutmaq. Bu videoda mən sizə bunların daha effektiv bir şəkildə və asan bir şəkildə necə keçmək olduğunu izah edəcəm. Gəlin keçək videoya. Salamlar, dəyərli və önəmli şəxsiyyətlər, gələcəyin tələbələri, necəsiniz? Nasılsın? İyi misin? İyiyim. Sen? İnşallah ki, yaxşı olasınız. Bugün sizə çox böyük bir yaxşı bir xəbərlə, yaxşı bir video ilə keçid etmişəm, yəni girişdə də vermişdim. Uşaqlar, deməli, sizi təbrik edirəm ki, bu videoya siz baxırsınız. Çox böyük bir uğur qazanmışsınız həqiqətən videoya baxaraq. Tebrik ederim. Tebrik ederim. Yani iyi bok yediniz. Gəlin keçək əsas məqsədimizə. Abituriyentlik. Bəli. Yəni abituriyent dedikdə, yəni insan ağla gəlmir. Yəni abituriyent, yəni heç bir müəllim deyə bilməz ki, abituriyent bir insandır. Terbiyesizlik yapma ya. Terbiyesiz adam. Ayıptır ya. Əsas da abituriyentlik dönəmində. Baxın, 9, 10, 11-ci sinif. 9 sinif asaddır. O qədər də çətin olmaz. Amma 10, 11 elə şeyim olar. Hətta 11-ci sinif belə deyim, son aylar qalanda, son 1 ay, son 2 ay qalanda, hətta əsas da 1 ay qalanda insan çox böyük stresə düşür, panikaya düşür. Təbii ki, normaldır mı? Normaldır. Amma bir söz də var ki, məsələn, oxuyan üçün fərq yox. Elə bir söhbət varmı? Həqiqətən də var. Yəni həqiqətən söz düzdür. Oxuyan üçün fərqi varmı? Evde yalan söyleme. Eve girince eve. Amma gəldi ki, orta babat oxuyanlar, yəni həm oxuyur, arada oxumur, təbii ki, biraz problemlər, ya hətta böyük problemlər yaşaya bilər imtahan dövründə, stres və panika kimi. Gəlin indi isə sizə o bir çox videoda danışılan yalanların necə yalan olduğunu və əsl həqiqətləri danışır. Adam var ya, bu adam bu alemin oyuncusu falan değil. Bu adam oyunu icat eden adam. Bir abituriyent olaraq. Və mən özüm 2025-ci ildə məktəbi başa vurmuşam və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul olmuşam. Və yığdığım bal ilə də yəni kifayət elədi. Özüm ixtisasım isə kimya mühəndisliyi ixtisası idi. Yəni çox prestijli bir ixtisaslardan biridir. Tövsiyə edərəmmi? Yəni niyə etməyim ki? Yəni əsl istədiyim ixtisas idi, çox qəşəng bir ixtisas. Nəsə, bu videonun biraz sizinlə əlaqəsi yoxdur. Təbii ki, o video başqa bir video ilə gələcək. Gələcəyin tələbələri, belə deyim, ən yaxşısı. İnşallah ki, bu videoya baxan hər bir kəs tələbə adını qazanar, inşallah Allahın köməyi ilə və istədiyi balla, istədiyi ixtisasa qəbul olar, inşallah. Sizin mən bir dua edin, yəni mənəsinə inşallah dedim. Allah yar yardımcınız olsun. Cumanız mübarək olsun. Uşaqlar, deməli, hamımızın ortaq bir problemi var abituriyentlik dövründə. Təbii ki, bu çox oxuyan uşaqlara aid deyil. Hətta çox oxuyan uşaqlar da var ki, çətin gələn yerlər olur onlara, hər hansı bir fənnin. Amma ki, daha çox bizdə bu problem riyaziyyat fənni ilə əlaqədardır. Baxın uşaqlar, riyaziyyat deyəndə hamı zəhləsi gedir riyaziyyatdan. Heç kim riyaziyyatı sevmir demək olar ki. Yeter artık. Yeter buramıza geldi ya. Nedir bu be? Təbii ki, 6-cı sinifdə X ömrümüzə girəndən bəri, yəni heç nə düz əməli getmir riyaziyyatda. Və çox adam da yəni riyaziyyat toplusuna baxır. Elə suallar var ki, məsələn, girişi yaxşıdır, ortalarda insan heç nə elə bilmir də, yəni. Yəni abituriyent neyləsin bu? Müəllim izah edir, yenə başa düşmür də, yəni dartmır. Məndə də olub dartmır. Mənim ən sevmədiyim fən riyaziyyat olub və mən çox qəşəng bir taktika eləmişdim. Onun sayəsində çox qəşəng yazmışdım. Həm buraxılışı, həm bloku. Onu da sizə deyəcəm inşallah. Deməli, uşaqlar, baxın. Bir çox YouTube videolarında deyilir ki, sınağa gedin, özünüzü yoxlayın. Sınağa gedin, sınağa gedin. Yəni güvən, OTK, nəm, zəfər falan filan. Boş söhbət də olur. Baxın, mən özüm güvən sınaqlarına gedirdim. Heç vaxt 200-ü kəsə bilməmişim. Ən maksimum yığdığım bal 186 bal olub. Ən maksimum güvəndə. Zəfərdə 221 yığmışam. Özünüz də bilirsiniz, zəfər həqiqətən sualları asan salır. OTK-yə heç getməmişəm. Səbəb də odur ki, uşaqlar gedirdi. Deyirlər, çox çətindir. Yəni onu getməmişəm. Ümumiyyətlə, sınaq çox da əhəmiyyət daşımır. Ancaq kahı var idi. Mənə Allahdılar. Sadəcə biraz, yoxlamaq xarakterli, stresi satmaq üçün falan getmək olar. Və həmişə də hər hansı bir imtahana girirsə girin. Saatınız qolunuzda olsun. Bunu indidən deyim, sonra yaddan çıxmaz. Bax, nə vaxt olsun, saatınızı qolunuzda aparın. Ümumiyyətlə, hər gün sarı saatda qalsın. Lazım olur. Tamam. İnandım, tamam. Deməli, uşaqlar, baxın, yığa bilmirdim.
Amma inandırım sizi, mən buraxılıcı imtahanlar getdim. Bir ay, yox, 27 gün qala başladım riyaziyyatı təzədən çoxlu yazmağa. Ancaq praktika, riyaziyyat praktikadır. Praktikasız riyaziyyat o riyaziyyat sayılmır. Oxumaqla riyaziyyatda sən qabağa gedə bilmərsən. Praktika. Müəllim bizə 2019-dan 2025-ə qədər olan bütün PDF-ləri atmışdı o dövrdə. Mən də onların 2019 yox, 2020-2025 aralığında olan bütün PDF-lərinə YouTube-dan izahlı şəkildə tapmışdım. Hamısını müəllim, yəni var idi. Onlara baxa-baxa, yəni bir qeyd dəftər tutmuşdum. Səhvlərimi qeyd edirdim. Yazdıqlarım da başqa dəftərdə idi və səhvlərimi nömrələrinə qədər qeyd edirdim. Yenidən baxıb işləyəndə də həmin səhvləri işləyirdim. Görürdüm, yox, yenə mən bu səhv ilişmişəm. Yenə saxlayırdım, yenə baxırdım, amma bu səhvləri mən eləyəndən sonra yox. 5 dənə PDF işləyirdim, 5 test. Yəni 5 test işləyəndən sonra yenidən baxırdım. Yəni bunu işləyəndən sonra baxmırdım. Çünki burada əsas məqsəd odur ki, yəni bu sual ağılda tam qalsın. Nereden aldın sen bu akıllı? Nereden? Tamam, beyni ancaq ondan yormayın. Bir sualı ilişib qalmayın. Bax, çox adam bu səhvə eləyir. İlişib qalarsınız və vaxt gedir. Vaxtı da bölüşdürmək lazımdır uşaqlar. Və mən bunların hamısını edə, yəni təbii ki, qeydlər, praktikalar edə, hətta elə günlərim olurdu ki, yatmırdım. Həqiqətən yatmırdım. Çünki ağlıma qoymuşdum ki, mən qırmızı diplom alacağam. Yəni almalıyam. Əslində diplom, yəni həqiqətən də indi abituriyentlər üçün diplom biraz önəmli bir şeydirmi? Bəli, yəni niyə qırmızı olmasın? Yəni qırmızı olmasını istəyirdim. Çünki yəni çox əziyyət çəkmişdim həqiqətən də. Riyaziyyat fənni üzrə çox əziyyət çəkmişdim. Dedim qoyuz olmasa qırmızı olsun da. Yəni məndə niyə olmaz? Bir dəfə olsun da. Yəni 9-da olmadı. Ümumiyyətlə 11-ci sinifə qədər məndə düzənməli bir şey olmadı. Dedim qoyuz 11-ci sinifdə partlayış edin, bir prime olsun. Çünki bu adım qalsın universitetdə. Dedim bugün olar. Nəysə, amma getdim, girdi buraxılış imtahanına. Rahat bir şəkildə. 254 bal yığdım. Uşaqlar, 254. Benim bebeğim, ablasının bebeğinin ablasının kızı. Və mən 9-cu sinif imtahanında 168 bal yığmışdım. 178 də olmamışdı. Amma getdim orada 254 bal yığdım. Təbii ki, demək olar ki, 100 bala yaxın bir artış oldu. Bunu eləmək asan mı oldu, çətin mi oldu desəz, mən çətin deyərdim. Çünki asan heç nəyə çatmaq olmur. Yəni özünüz daha yaxşı bilirsiniz. Asan heç nə yoxdur bu həyatda. Və bəli. Və gəldi indi baş bəlası, sıxıcı fən olan adamın yatmağı gəlir həmin fəndə. Niye burada yatmışsınız? Həqiqətən də. Məncə siz onu daha yaxşı bildiniz. Öz dilimiz Azərbaycan dili. Bəli, bu dil çox yaxşı bir dildir. O dilə söz demirəm. Amma fən çox sıxıcıdır. Və müəllimlər nə qədər yaxşı olsun, yəni ən azından bir 20% yatır bu dərsdə. Səbəb onun yuxusu gəldiyindən deyil təbii ki. Səbəb odur ki, dərs sıxıcı keçir. Həqiqətən də Azərbaycan dərsləri sıxıcı keçir. Azərbaycanda bəli 100% deyə bilərik, sıxıcı keçir. Elə müəllimlər var ki, məsələn, zarafat eləyir arada, hə, o tamam. Dərs gedir. Şaka lan şaka. Gül diye. Amma elə müəllim var, çox ciddi davranır, çox sıxır, çox Müəllim də əla dərs baş salır, yaxşı müəllimdir. Onu döyəndə də elə möhkəm döymür də, yəni ki, nə bir dənə çıxma vurur, ya bir dənə təpi vurur. Falan filan. Adam yatmağı yəni normaldır bu halda. Yata bilsə o da, şərait yaratsın. Təbii. Amma ki, bu fən həqiqətən adamın ürəyini sıxır. Yəni buna bir çarə varmı? Var. Her şeyin ölçüsü var. Mesela ışık amperlə nə bilim ölçülür, su vedrən ölçülür. Qrammatikada çox az bal verir mənim. Qrammatikadan oxuyun. Elə belə oxuyunuz. Yazın. Nəminizə 5-6 sual yaza bilərsiniz. Da gedib bütün ömrünüzü mətnlərə sərf eləməyin. Həqiqətən. Şansınız gətirər elə mətnlər düşər ki, çox asan olar. Amma elə mətnlər düşər ki, nə qədər çox mətn yazsaz da, çox çətin mətn düşər. Heç cür yaza bilmərsiniz. Vaxtınız puç olar. İkisi də ustadır. Bir dənə gidroforu qoşamadılar. Aslında bu metre ilə qoşdular, metre ilə ölçülür. Metre ilə iş görürlər, paputu. Amma digər insanlar, müəllimlər falan deyir ki, mətnləri çox işlə falan filan. Amma gedirsən imtahana, o vaxt ölçüsündə sən o oxuyursan, görsən 20 dəqiqən getdi. Yəni və mətn işləməzdən əvvəl təbii ki, uşaqlar, birinci sualları oxumağı unutmayın. Sualları qəşəng oxuyun. Tamam mı? Daha sonra mətni oxuyun. Və karandaşla mətnin üzərində olan rəqəmləri, tüm qara yazılanları, 3 nöqtə olan yerləri, ümumiyyətlə çox xüsusi yerləri işarələyin ki, yəni düşə bilər. Oradan 100% sual varsa ki, onu qoyublar ora. Bunu yaddan çıxarmayın. Və indi keçirik
Təbii ki, ingilis dilindən. Uşaqlar, bu ingilis dili həqiqətən çox maraqlı bir fəndir. Mən ingilis sevən birisiyəm. You speak English? Yes. Ben no speak English. Çox gözəl bir fəndir. İnşallah ki, tələbə olarsınız, universitetdə də keçirlər bu fənni və universitetdə artıq biraz səviyyə olaraq, dil səviyyəsi biraz böyük səviyyədə keçilir deyə. Yəni, çox tələbə tuta bilmir o səviyyəni. Biraz çətin olurmu? Olur. Və siz bunu daha yaxşı öyrənmək üçün mən bir kurs bilirəm. İnşallah ki, tələbə olun, həqiqətən də. Ink Akademi. Yəni, bunu da burada deyim, Ink Akademiyə gedin. Özüm də orada təhsil alıram. Çox mükəmməl müəllimlər var. Çox qəşəng heyətləri var, çox güllər üzü insanlardır. Və dərsi elə keçirirlər ki sizə, yəni çox rahat olursunuz, relax olursunuz. Nəysə, tələbə olarsınız inşallah ki, və kursa bir ziyarət edərsiniz. Və xüsusi endirimlər də olur, bunu da demədən keçməyək. İngilis dilini uşaqlar, yəni oxuyun. Çox sadə dilmi? Yox, biraz çətinliyi olur. Məsələn, elə qaydalar var, çətinlik yaradır. Amma ki, çox mükəmməldir. Ən böyük problem listening olur. Baxın, mən imtahan verəndə qabaq ikinci partda oturmuşdum və kolonkanı gətirdilər səs sualdan daha doğrusu. Səs çox az çıxırdı və 2 dəfə problem yarandı. Yəni ilk 10 saniyəsində 2 dəfə problem yarandı və mən gördüm ki, bəs şeydə nədir? Listening çox qısa səsini səsləndirilir. Abituriyentin işinə gəlmir o qısa səs. Hətta ən arxada oturan belə abituriyent yəni yaramır işinə. Ona görə də uşaqlar, birinci dərhal imtahana girdiniz. Nə olsun? Açırsınız ingilis dilini. Bəlkə 10 dəqiqə sonra gəlib səs suallarından qoşacaqlar istəyirsiniz, bilmirsiniz. Oxuyursuz, əzbərləyirsiniz. Baxın, sualları oxudunuz, məsələn 1-ci sual, 2-ci sual, 3-cü sual oxuyun, əzbərləyin. Yadınız 15 dəqiqəniz keçsin, maksimum 10 dəqiqə, amma əzbərləyin. Tamam mı? Qrammatikanı onsuz da yazacaqsınız. Çox vaxt qrammatika asan düşün geçsində. 1-2 sual çətin düşə bilər, ola bilər. Mətn onsuz da asan düşür. Çox çətin mətn salmırlar. Essedi İndi Einstein qaydasını bilmirəm, amma bizim dövrümüzdə 3 dənə cümlə yazmaq idi. Yəni 2025-ci ildə və çox asan yazmışdı, düşmüşdü bizə. Tango haqqında düşmüşdü, mən Tango yazmışdım. Yəni ki, uşaqlar, gözdə böyüdəcək bir şey yoxdur. Bəlkə də ən əsas fən ingilis dilidir. Yəni imtahanla. Çox asandır. Biraz baş yorsanız, okey. Azərbaycan dili yenə deyirəm, çox baş yormasanız da olar. Zaten biraz biliyiniz varsa əvvəldən yaza biləcəksiniz. Çox normaldır. Hətta. Amma riyaziyyat həqiqətən çox vaxt tələb edir, dəhşət vaxt tələb edir. Onun üçün riyaziyyat əsas götürün. Yəni son 1 ay qalmış kofilərinizi alın, yanınıza qoyun, qəşəng qarışdırın, için. Elə gündüz olacaq, yatmayacaqsınız. Amma yatmayın. Yuxulu gedin. Uzaq baş dərs yatacaqsınız. Amma ki, inanırım sizi həqiqətən əziyyətinizin bəhrəsini, sözün həqiqi mənasını görəcək. Çünki özüm də yoxlamışam. Özüm də o yoldan gəlmişəm və indi Adinsuda tələbəyəm. Tələbəlik çox gözəl bir hissdir, həqiqətən. Yəni, bütün o əziyyət çəkən uşaqlar onu dadmalıdır. Amma ki, o sizə deyirlər, abituriyent nədir? A few moments later. İmtahana gir. İmtahan nə idi? Sizə deyirlər, universitetə gir. Düzələcək. Boş söhbətdir, birdən elə bilərsiniz, yox. Həmin adamı gələcəkdə bax siz onu, nöqtə. Özünüz daha yaxşı bildiniz. Çünki ilk 1-2 ay çox mükəmməl keçir universitetdə. Hər bir tələbə onu bilir, birinci kurs tələbələri. Daha sonra aralıq imtahanları var, semestr imtahanları var, çox şeylər var. Amma gözdə böyüdəcək bir şeylər deyil, sadəcə onu yaşamaq, o dadı almaq lazımdır. İnşallah ki, tələbə olun, daha yaxşı başa düşəcəksiniz məni. Və buradan hamınızı sağollaşıram. Daha sonra daha sağollaşıram sizlə və yenidən deməyim də, daha doğrusu baş getdi, beyin getdi mən. Daha yaxşı videolarla, daha yaxşı içəriklərlə qarşınızda olacağam təbii ki, kontentlərimizlə və bir sonraki videomuz 1-2 gün sonra hətta ola bilər. Ona görə də gözləmədə qalın və bütün yorumlarda xahişlərinizi, arzularınızı yaza bilərsiniz. Çox sağ olun, var olun, sizə vurular. İnşallah ki, tələbə adını qazanacaqsınız. İnanıram sizə.